Bərdə rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlanmış 5 noyabr 2025-ci il tarixli məktubuna əsasən ölkə üzrə yol infrastrukturunun müasirləşməsi və piyadaların təhlükəsizliyinin artırılması istiqamətində həyata keçirilən tədbirləri nəzərə alaraq Bərdə şəhəri ərazisində yol nişanlarının, üfüqi və şaquli xətlərin, o cümlədən piyada keçidlərinin yenilənməsi və bərpası işləri ilə bağlı pilot layihə başlanılıb. Hal-hazırda Bərdə şəhərində ümumi xətlənmə və piyada keçidlərinin yenilənməsi işləri həyata keçirilir. Məlum olduğu kimi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Böyük Qayıdış proqramının davamı olaraq Qarabağda abadlıq, quruculuq, bərpa işləri intensiv və sürətlə davam elətdirilir. Həmin nəqliyyat vasitələrinin Qarabağa gedişin təmini əsasən Bərdə rayon ərazisindən keçərək Bərdə nəqliyyatında intensivlik yaratmışdır. Buna uyğun olaraq Bərdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 noyabr 2025-ci il tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə rəsmi şəkildə müraciət olunmuş. Müraciətimizin əsası nəqliyyatın həm də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yollarda yol nişanlarının yenilənməsi, xətlərin bərpa edilməsi, piyada keçidlərin bərpa edilməsidir. Və sağ olsun Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri tərəfindən müraciətimiz müsbət qarşılanmış və həmin müraciət əsasında indi gördüyünüz kimi Bərdə rayonunda həm üfüqi, həm şaquli istiqamətə xətlərin bərpa edilməsi, piyada keçidlərinin yenidən bərpa olunması və yol nəqliyyat nişanlarının bərpa olunması işləri aparılmışdır. Və bu yüzden biz həm Bərdə rayon İcra Hakimiyyəti adından olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyinə öz təşəkkürümüzü və minnətlarımızı bildiririk. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.